Salam aleyküm dostlar. Üzür sayın, vaxtınız xeyir olsun. Qəbələ rayon Yemişanlı kəndi. Möhtəşəm bir bağ satışa çıxarılıb. Yəni ucu bucağı olmayan, belə deyim sizə. 1 hektar ümumi ərazisi 42 sotdur. Bağımızda fındıq, alça, ondan sonra gilas, gavalı, yəni müxtəlif növ çox meyvəli bir bağımızdır. Bağımız çox gözəl qiymətdən satışa çıxarılıb. İçərisində yarım tikili evimiz var. Ondan sonra bağın gördüyünüz bütün meyvə ağaclarının dibinə, yəni şirin su arxı çəkilmişdir. Həm də arsandan çəkilmiş, belə deyim sizə, içməli stoşkamız vardır. Mən sizi bağımızı tanış edeyim. Yəni gördüyünüz kimi bağ çox möhtəşəm bağdır, həqiqətən. Yəni alan uduzmaz. Yəni istirahət üçün, dincəlmək üçün, yəni təbiətin belə deyim, səsini eşitmək üçün, ruhunuzu dinlətmək üçün çox gözəl bağdır. Bundan sonra belə deyim sizə, yəni bağımızda yoxdur belə deyim. Yəni inşallah indi evimizi göstərəcəm sizə Allahın izni ilə. Görürsünüz ki, meyvələri üzərində bağdır. Yəni il üzrə bu bağdan, belə deyim sizə, il üzrə bu bağdan ən azı 6-7 min məhsulundan yəni pul götürmək mümkündür. Yəni fındığın qiymətini özünüz də bilirsiniz, 8 manat olub keçən il. Yəni fındığı da çox bağlıdır. İçərisində meyvə ağacları da, meyvəsi satıb belə deyim pul qazanmaq olar. Yəni mayasını götürmək olar. Bir daha salam dostlar. Bu bağımızın girişidir. Bağımızın girişi tam dağ mənzərəlidir. Bundan sonra işığı, qazı, interneti, yəni bütün kommunalları düz qapısının ağzındadır. Bu bağımızın girişidir. Yəni bağımızın girişində 2 mərtəbəli yarım tikili. Demək olar ki, tam hazır evimiz yerləşir. Bu isə bağımızın 3 tonluq baseynisidir. Yəni gördüyünüz kimi içi suvanması lazımdır. Amma arsan toşqası çəkilib. Yəni şirin suyu gəlir. Yəni içməli suyu gəlir belə deyim sizə. Bundan sonra bu həyətimizin, yəni evin navəs hissəsidir. Bu da çəkilibdir. Bir dənə navəsinin tikilməyə qalmışdır. Yəni həyətin qabağında belə bir bağ. Həyətin qabağında belə bir bağ. Çox gözəl, çox möhtəşəm. Bu evimizin, belə deyim sizə, alt mərtəbəsidir. Çox sərindir. Hətta plastik pəncərələri gördüyünüz kimi qoyulmuşdur. Pərdələr atılmışdır. Yəni alt mərtəbə. Buranı sanitar qovşaq kimi istifadə edə bilərsiniz. Buranı da belə deyim sizə, hər cür dizayn edib zal kimi və ya dincəlmək üçün bir məkan kimi hazırlaya bilərsiniz. Ondan sonra yəni alt mərtəbəsində bir ədəd otağımız var. Gördüyünüz kimi buranı da naves kimi və ya padval kimi də istifadə edə bilərsiniz. Bax, gördüyünüz kimi bu da evimizin ikinci mərtəbəsidir. Bura zal kimi saxlanılıbdır. Yəni alan adam istədiyi kimi restorasiya edə bilər. Yəni dizayn verə bilər, belə deyim sizə. Buranı da belə deyim sizə, uşaq otağı kimi dizayn vermək mümkündür. Ondan sonra burada böyük bir yataq otağı kimi istifadə etmək mümkündür. Mən sizə indi mənzərəni göstərəcəm. Evdən asılan, yəni bağa asılan mənzərə göstərəcəm. Çox möhtəşəmdir. Hətta evin aşağı tərəfi də belə deyim sizə, dağ mənzərəlidir. Bu da evin yəni mənzərəsidir. Siz bir gözəlliyə baxın. Çox gözəl. Hətta dağlar belə görsənir, belə baxın. Çox gözəl mənzərəli bir bağ evimizdir. Yəni çox ucuz qiymətdən də satılır. Hətta çox ucuz qiymətdən, yəni. Ev üzərində demək olar ki, torpağın üzərində pay verilir. Dostlar, bu evimizdir. Gördüyünüz kimi videodan gördünüz. Bağımızı da özünüz görsün nə boyda bağdır. Yəni bağın ucu bucağı yenə də deyirəm ki, yoxdur. Qiymətlə bağlı direkt vasitəsilə və ya 050 515 92 36 WhatsApp nömrəsi vasitəsilə bizim əlaqə saxlaya bilərsiniz. Yəni qiyməti öyrənəndə həqiqətən də ucuz düşür, çox ucuz düşür. Demək olar ki, bu qiymətlə belə deyim sizə, ev üzərində pay verilir videonun. Belə yerdə nə deyərlər? Gəlal da.